Qızılbaşdan da sizə salam. Allah cəmi şərəfli babalarımıza rəhmət eləsin. Şah İsmailin özəlliyi ondadır ki, Şah İsmail sadəcə siyasi xadim və şah deyildi. Şah İsmail həmçinin də sərkərdə idi. Yəni sərkərdə, böyük bir sərkərdə idi. Yəni Şah İsmail ordunun önündə gedirdi. Ordunun önündə gedən həm sərkərdə, həm hökümdar, belə, həm də şair. Bəli, təbii ki, şair. Ümumiyyətlə, bizim əsas məqsədimiz Şah İsmaillə bağlı olan o müəyyən stereotiplər ki var, müəyyən böhtanlar ki var, onlara aydınlıq gətirməkdir. Kim istəyir, qoşulsun, Şah İsmaillə bağlı iradlarını bildirsin. Biz də, belə deyək, necə deyim, fikir yürüdək. Ümumiyyətlə, Şah İsmaili, belə deyək də, yəni Şah İsmaili heç kim sevmək məcburiyyətinə deyil. Təbii ki, yəni bir insanı sevmək məcburiyyətinə deyil. Amma söhbət burada tənqiddən gedirsə, tənqid və təhqirdən gedirsə, onlar özləri də bilmir ki, Şah İsmaili onlar niyə görə tənqid edirlər, niyə görə təhqir edirlər. Yəni, suizənlə. Məsələn, Namiq müəllim yazır, Şah İsmail əhl-i-sünnə xalqı. Namiq müəllim, Şah İsmail haranın əhl-i-sünnə xalqını şiələşdirib? Məsələn, Azərbaycanın hansı bölgəsi Şah İsmailə qədər sünni idi, daha sonra şiə oldu? Hansı bölgəsi? Yəni, deyə bilərsiniz. Şah İsmail türkçülüyün düşmənidir. Məhəmməd Əmin Rəsulzadə deyir ki, Məhəmməd Əmin Rəsulzadə öz əsərində deyir ki, bolşeviklərin şərq siyasəti, deyir ki, Şah İsmailin sarayı, söhbət 16-cı əsrdən gedir. Milliyyətçilik yoxdur, türkçülük yoxdur. Amma Rəsulzadə yazır ki, Şah İsmailin sarayı Azərbaycan türk mədəniyyətinin, Azərbaycan türk ədəbiyyatının akademiyası idi. Akademiyası. Yəni, Şah İsmail qədər dövrünün elə bir sərkərdəsi yoxdur ki, sərkərdə yoxdur ki, yəni türk millətinə, türk xalqına, türk mədəniyyətinə dəyər versin. Dəyər versin. Şah İsmail qədər yoxdur. Bəli, cənubda Elşad yanı. Elşad müəllim, məsələn, Şah İsmailin ideoloji sistemi, Şah İsmailin özü 24 il hakimiyyətdə olub, Şah İsmailin özü 24 il hakimiyyətdə və onun qurduğu sülalə də, onun qurduğu devlət də 236 il yaşayıb Azərbaycanda. Nəinki Azərbaycanda, düz Dağıstana qədər. Dağıstana qədər, Dərbənd daxil. Hamısı Səfəvi imperiyasının tərkibində olub. Ağdaş, Quba, Qusar, Balakən, Zax, Qatalıq, Qızaqat, bütün bu bölgələr hamısı Səfəvi devlətinin, Şah İsmailin hakimiyyəti altında olub. Necə yəni əli çatmayıb? Bir daha söz deyim. Ümumiyyətlə, bu günləri Azərbaycan tarixinə dini və məzhəbi gözlə baxmaq, yəni çox geridə qalmışlıqdır da. Yəni, süni intellekt əsrində 2025-ci ildə, yəni biraz absurddur. Məzhəb gözü ilə, din gözü ilə baxmaq. Qardaşlar, orta əsrlərdə, nəinki orta əsrlərdə, son 50-100 ilə qədər cəmaət tayfalar bir-birini öldürürdü. Otlaq üstündə, nə bilim, öyrüş üstündə bir-birini öldürürdü, bir-birini qırırdı. Siz gəlib deyirsiniz ki, Şah İsmail. Namiq müəllim, Şah İsmailin xətai təxəllüsün götürməsi ilə bağlı, Şah İsmailin xətai təxəllüsün, yəni Şah İsmailə xətai təxəllüsün heç kim verməyib. Birinci bunu demək lazımdır. Yəni, kimsə Şah İsmailə xətai deməyib. Şah İsmail özü-özünə xətai deyib və bunun da konkret bir səbəbi yoxdur. Yəni, biz o səbəbə görə deyək ki, yəni Şah İsmail bu səbəbə görə xətai təxəllüsünü götürüb. Müxtəlif fərziyyələr var, müxtəlif versiyalar var. Bəziləri deyir ki, Hürrün məzarın açdırdığına görə xətai təxəllüsünü götürüb. Bəziləri deyir ki, Xatay tayfasından olduğuna görə xətai təxəllüsünü götürüb. Bəziləri deyir, Xəttat olduğuna görə. Yəni, bunlar hamısı ehtimallardır. Bunlar hamısı fərziyyələrdir. Yəni, bizim şəxsi qənaətimiz odur ki, Şah İsmail ümumiyyətlə təvazu əhli olduğuna görə, təvazökar insan olduğuna görə xətai təxəllüsünü götürüb özünə. Çünki orta əsrlərdə Şah İsmail xüruc eləyəndə, Şah İsmail hərəkata başlayanda Şah İsmailə imam da deyirlərdi. Yəni, cahil cahmat Şah İsmail deyir ki, Şah İsmail imamdır.
və yaxud imamın naibidir. Yəni bu cür söz-söhbət gəzirdi xalq arasında ki, bəs bu imamdır, 12-ci imamdır, zihor eləyib, xalqı zülmdən qurtarır. Mən düşünürəm ki, Şah İsmail təvazu əhli olduğuna görə və bir də o cahil xalqın ağzını bağlamaq üçün özünə xətai təxəllüsünü götürüb. Orta əsr Azərbaycan ədiblərinə xas bir xüsusiyyətli təxəllüs götürmək. Belə deyək, Azərbaycan ədəbiyyatında Xəstə Qasım, Tufeyli, Qurbani, Xətai, Miskin, Həqir bu kimi təxəllüslər götürmüş kifayət qədər böyük ədiblərimiz var. Şah İsmailin və qızılbaşların odlu silahları var idi. Sadəcə olaraq qızılbaşlar aşırı dərəcədə dindar idilər. Aşırı dərəcədə dindar olduqlarına görə və özlərinə örnək də Həzrəti Əlini aldıqlarına görə onlar o devir üçün odlu silahdan istifadəni insanlığa zidd bir hərəkət hesab edirdilər. Məsələn, indiki nüvə silahı kimi. Kütləvi qırğın silahı. Yəni deyirlər ki, odlu silah, tüfəng, xüsusilə toplar, bunlar kütləvi qırğın silahıdır və namərdlərin işidir. Deyirlər ki, Qızılbaş babalarımız deyirdi ki, namərdlərin silahıdır odlu silahlar. Deyirdi, mərdlər, çoğmərdlər, kişilər bir-birinin gözünə baxar, qılınc çəkər. Yəni, çox təəssüf ki, belə düşünürdülər. Çox təəssüf ki, belə düşünürdülər. Əslində, hər şey başqa cür olmalı idi. Deyir ki, yalan danışırsan. Elşad müəllim, bax, niyə görə yalan danışıram? Məsələn, Ağqoyunlu Osmanlı müharibələrini araşdırmışsınızsa, Ağqoyunlulardan Şah İsmailə top qalmışdı. Yəni, Ağqoyunlu ordusundan Əlvəd Mirzədən Şah İsmailə top qalmışdı. Yəni, istəyirsinizsə, araşdıra bilərsiniz, qardaş. Yəni, durub deyirlər, yəni, çox asandır, yalan deyirsən. Yalan deyirsən. Yəni, sən özün heç bilmirsən, hə? Ağızdan işin. Amma mən oxumuşam, qardaş. Yəni, Səfəvilərdə top, tüfəng var idi, bəli. Bu Şah İsmail kimin taxtına çıxmışdı? Uzun Həsənin taxtına çıxmışdı. Ağqoyunların taxtına çıxmışdı. Və Ağqoyunlarda da o devir top var idi. Sadəcə qızılbaşlar ondan istifadə etmirdilər. Qardaş, heç bir rəvayət demir ki, Şah İsmail topun nə olduğunu bilmirdi, topun lüləsini kəsdi. Yəni, bilməməkdən elə bildi ki, top deyil, xiyardır, onun lüləsini kəsdi. Xeyr, elə olmayıb, qardaş. Yəni, Şah İsmail topu bilib top nədir? Yəni, Şah İsmailin ordusunda qızılbaşların topları var idi. Sadəcə olaraq bundan istifadəni, topdan istifadəni məqbul hesab etmirdilər. Belə. Bir də Şah İsmail Çaldıran döyüşündə bəziləri romantikləşdirirlər. Ay, topun lüləsini kəsdi. Şah İsmail topun lüləsini tərəvəz kimi kəsməyib. Sadəcə olaraq topun zəncirlərinə zərbə indirib, toplara zərbə indirib, yəni qılıncı da bir miqdar. Yəni topun lüləsini belə deyək, xiyar kimi kəsib atmayıb da. Topun lüləsinə qoyun qılıncı bir miqdar işləyib. Belə. Bəziləri belə deyək də, onu biraz bədii romanlarda, bədii əsərlərdə onu biraz şişirdirlər, onu biraz təmtəraqlı eləyirlər. Amma elə deyil, qardaş. Nəinki Şah İsmail, ümumiyyətlə Azərbaycan tarixində bizim heç bir hökümdarımız, istər Şah İsmail olsun, istər Şah Təhmasib, istər Şah Abbas, istər Nadir Şah Əfşar, heç biri Osmanlıya hücum etməyib. Bütün döyüşlərin səbəbkarı və hücum edən tərəf nə yazıq ki, nə təəssüf ki, Osmanlılar olurlar. Təbriz əhalisinin yəni 30% sünnüdür. İran astarasının 90% sünnüdür. Bu günləri ümumiyyətlə İran ərazisində, İranda farsların, bəluzların çoxsu mütləq əksəriyyəti sünnüdür. Şah İsmail necə onları şiələşdirib? Şiələşdirib yaxşı eləyib, qardaş. Nə qarib ki, şiəli isə nə qarib? Məsələn, şiəli isə Füzuli kimi, Seyyid Əzim Şirvani kimi, canım səhədəsin, Mirzəl Əkbər Sabir kimi, Cavad xan kimi, yəni Cavad xan kimi dahilər ərmağan eləyib. Nəsrəddin Tusi kimi dahilər ərmağan eləyib şiəli isə. Şiəli isə neyiniyib ki? Şiəli isə gəlib deyib ki, gözünün üstünə qaşım var. Avropalılar da bir-birini qırıb, nə bilim, Çinlilər də bir-birini qırıb. Yəni tarixdə belə bir şeylər olub. Qardaş, elə cür deyirlər ki,
eləcür deyirlər ki, Şah İsmail şiəlik. Şiəlik eləyib, Allah yaxşı eləyib. Allah ondan razı olsun, Allah köməyi olsun. Bəli. Belə. Uzun Həsəndə, belə deyək, Uzun Həsəndə Hənəfi məzhəbini Azərbaycanda dövlət məzhəbi eləyib. Allah ondan da razı olsun. Allah Uzun Həsəndə köməyi olsun. Allah Uzun Həsənə də, Şah İsmailin babası Uzun Həsənə rəhmət eləsin. O da Hənəfi məzhəbini dövlət məzhəbi eləyib. Nə əla, nə gözəl. Uzun Həsən mənim babamdır. Şah İsmailin babası bizim babamız. Bəziləri buradan məzhəbliyin söhbət edir. Qardaş, bu biraz yəni absurd, çox vallahi biraz aşağı səviyyəli söhbətlərdir. Ruslan Musayev, aleyküm salam qardaş. Aleyküm salam. Bəli, İsmail qardaşım. Deyir ki, Şah İsmail qılınc. Qardaş, Şah İsmail qılınc gücünə, əgər sən qılınc gücünə deyirsən, birincisi Şah İsmail, israrla, aleyküm salam. Şah İsmail heç bir dini, heç bir məzhəbi qılınc gücünə yaymayıb. Çünki Şah İsmail sizin düşündüyünüz kimi savadsız, ağılsız və əqilsiz biri olmayıb, bəsirətsiz biri olmayıb. Yəni, Şah İsmail öz devrinin aristokratı olub. Şah İsmail öz devrinin mürşidi kamili olub. Şah İsmail öz devrinin ziyalısı olub. Yəni, Şah İsmail o ağılda olmayıb ki, kimisə, yəni qılınc gücünə hansısa bir dini qəbul elətdirsin. Mən dəfələrlə demişəm, yenə də deyirəm, təsəvvür elə, sən, məsələn, filan bölgədə, Azərbaycanın filan bölgəsində yaşayırsan və filan bir dindəsən, filan bir məzhəbdəsən. Şah İsmail də gəlir, deyir ki, sənə qılıncın çəkir, deyir ki, sən bu dindən imtina edəcəksən, bu dinə gələcəksən. Yığdı meydanda, hamını yığdı meydana. Deyir ki, hamı bugündən namazı elə yox, belə qılır. Elə, hamı dağılışdı evinə. Şah İsmail gedib hamının evinə kamera qurmuşdu. Hamının, belə deyək, pəncərəsindən baxırdı ki, görüm aya, bu gecə namazı necə qılır, nə cür qılır, ürəyində niyyəti necə eləyir, kimə rəhmət deyir, kimə lənət deyir. Yəni, Şah İsmail gedib evdə bunu güdürdü cəmatı. Vallahi, yəni, gülməli bir şeydir, qardaşlar. Yəni, Şah İsmail sizin düşündüyünüz qədər, yəni, vallahi, səviyyəsiz biri olmuyor. Qardaşlar, yəni Şah İsmail qılınc güclə bunu elə. Yəni, Şah İsmail səviyyəli bir adam olub, qardaşlar, səviyyəli. Dövrün ən aristokrat adamı olub. Şah İsmail Qusarda, dağın başında cəmatı güdürdü, görün bu necə namaz qılır. Və yaxud Astarada cəmatı güdürdü. Qızılbaş, Elbrus eşq olsun, qardaş. Yəni, bilirsiniz necədir? Bilirsiniz, yəni, din gücünə, nə bilim, qılınc gücünə, valla səviyyəsiz söhbətlərdir, and olsun Allaha, süni intellekt zamanında, ilin günün bu vaxtında durub dindən, məzhəbdən danışmaq, yəni valla səviyyəsizlikdir, and olsun Allaha.